Salam, hər vaxtınız xeyir olsun. Mahir Sərkərli və Fuad Quliyevin müəllifi olduğu coğrafiya sınaqlar toplusu sınaq 11-in suallarının izahlarına baxacağıq. Bildirmək istəyirəm ki, müəllimlərin işə qəbul imtahanı, eyni zamanda müəllimlərin sertifikasiyasının imtahan mərhələsində iştirak edəcək şəxslər üçün bu testlərin, bu sınaqlar toplusunun işlənməsi vacibdir. Başlayaq birinci sualdan. Birinci sualda qeyd olunur ki, yer kürəsinin orbit müstəvisinə meyliyinin dəyişməsi nəticəsində şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı məsafə 3774 kilometrdir. Biz bilirik ki, hal-hazırda yerin orbit müstəvisinə meyillik dərəcəsi 66,5 dərəcədir. Amma bu sualın şərtinə görə artıq bu meyillik dərəcəsi dəyişir. Gəlin şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədi arasındakı məsafəni dərəcəyə çevirək, görək neçə dərəcəyə bərabərdir. Bunun üçün nə etmək lazımdır? 3774-ü, demək 3774 bölünsün 111. O da bərabər olacaq 34 dərəcəyə. 34. Buradan biz tapdıq ki, şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədi arasındakı dərəcə fərqi 34-ə bərabərdir. Eyni zamanda biz bilməliyik ki, şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədi arasındakı dərəcələrin cəmi 90-a bərabərdir. Və indi biz görək bu hansı ədədlərdir, hansı dərəcələrdir? Onları tapmaq üçün şimal mülayim işıqlanma qurşağının şimal sərhədini x, cənub sərhədini isə şərti olaraq y ilə işarə etsək, belə bir sistem tənliyi həll edərik. X plus y bərabər 90, x minus y bərabər 34. Buradan tapırıq ki, 2x bərabərdir 124-ə. X bərabər 62 dərəcə. Bu 62 dərəcə nədir? 62 dərəcə şimal mülayim işıqlanma qurşağının şimal sərhədidir. Bəs bu zaman y neçəyə bərabər olacaq? Olacaq demək 28 dərəcəyə. 28 dərəcə bəs nədir? 28 dərəcə isə şimal mülayim işıqlanma qurşağının cənub sərhədi. Eyni zamanda tropiklərin keçdiyi enlikləri də biz buna aid edə bilərik. Davam edək. Biz tapdıq ki, şimal mülayim işıqlanma qurşağının sualın şərtinə görə şimal sərhədi keçir 62 dərəcə şimal enliyindən, cənub sərhədi keçir 28 dərəcə şimal enliyindən. Amma həqiqətdə bu necə idi? Həqiqətdə şimal mülayim işıqlanma qurşağının şimal sərhədi 66,5 dərəcə şimal enliyindən, cənub sərhədi 23,5 dərəcə şimal enliyindən keçirdi. İndi sualı davam edək. Deyir, bu halda günəş şüalarının minimum düşmə bucağının 36 dərəcəyə bərabər olduğu fərqli enliklər. Gəlin görək bu hansı enliklərdir? Günəşin minimum düşmə bucağının düsturu necə idi? 90 çıxılsın coğrafi enlik, o da çıxılsın günəşin zenitdə ola biləcəyi maksimum dərəcə. Artıq sualın şərtinə görə günəşin zenitdə ola biləcəyi maksimum dərəcə 23,5 yox, 28 dərəcədir. Yəni artıq günəş tropiklərdən kənarda zenitdə ola bilmir axı. Tropiklərin üzərində və onların daxilində zenitdə olur. Burada da sualın şərtində tropiklər keçir 28 dərəcələrdən. Ona görə bura 28 qeyd edirik və bərabərdir neçəyə? 36 dərəcəyə. Və buradan da tapırıq ki, coğrafi enliyimiz bərabərdir 26 dərəcə. 26 dərəcə. Bu sualın şərtində burada qeyd olunmuş fərqli coğrafi enliklər 26 dərəcə şimal və 26 dərəcə cənub enlikləridir. Davam edək. Deyir ki, bu fərqli coğrafi enliklər arasında ən qısa məsafənin baş və xüsusi miqyasa görə hesablanmış təhrif fərqi 228 kilometrə bərabərdir. Gəlin 26 dərəcə şimal və 26 dərəcə cənub enliyi arasındakı məsafəni tapaq. Bunun üçün iki məntəqəmiz var. Biri 26 şimal, biri 26 cənubdur. Fərqli yarımkürədə yerləşirlər. Bunları toplayacaq, eləyəcək 52 dərəcə. 52 dərəcə. 52 dərəcəni də 111-ə vurarıq, eləyər. Demək 5772 kilometr. Sualın şərtində deyir ki, bu məsafənin arasında deməli baş və xüsusi miqyasa görə hesablanmış təhrif fərqi 228 kilometrdir. Onda həqiqi məsafəni tapanda 5772 ilə nə edərik? 228-i toplayarıq. O da eləyər 6000.
6000 kilometr. Demək 6000-dən 5772-nin fərqi eləyir 228 kilometr. Tapdıq ki, həqiqi məsafəmiz 6000 kilometrdir. Sualın şərtində bizə deyir, xəritədəki məsafə isə 30 santimetrə bərabərdir. Bu zaman miqyası bizdən soruşur. Miqyası tapmaq üçün nə etmək lazımdır? 6000-i, yəni həqiqi məsafəni xəritə üzrə məsafəyə bölmək lazımdır. Bu da eləyər 200 kilometr. Onu ədədi formaya çevirəndə 200-ün arxasına 5 sıfır yazıb A variantını qeyd edirik. Bu birinci sualımız. Cavab oldu A variantı. Keçək ikinci suala. İkinci sualda qeyd olunur ki, çayın mənbəyində atmosfer təzyiqi 540 mm civə sütunu, mənsəbi isə dünya okeanı səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Çayın uzunluğunun 1 böl, deməli, 2.500.000 miqyaslı xəritədə 80 sm olduğunu bilərək onun orta meylliyini hesablayın. Çayın meylliyini hesablamaq üçün onun düşməsini uzunluğuna bölmək lazımdır. Gəlin ilk növbədə çayın uzunluğunu hesablayaq. Çayın uzunluğunu hesablamaq üçün bizim üçün bir miqyas, bir də xəritə üzrə məsafə verib həqiqi məsafəni tapmaq tələb olunur. Həqiqi məsafəni tapmaq üçün yazırıq. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə, yəni 80 sm vurulsun miqyasın kəmiyyəti. Miqyasın kəmiyyətini tapanda 5 sıfırı buradan silmiş oluruq. O da eləyər 25. 25 bərabərdir 2000 kilometr. Deməli, çayın orta meylliyini tapanda onun düşməsinin uzunluğuna böləcək. Uzunluğu tapdıq 2000 kilometr. İndi isə keçək çayın düşməsini tapmağa. Çayın düşməsini tapmaq üçün onun mənbəyinin hündürlüyü və mənsəbinin hündürlüyünü bilmək lazımdır. Mənbəyin hündürlüyü ilə mənsəbin hündürlüyünü çıxsaq, düşməsini tapmış oluruq. Görək bizə bunun üçün hansı məlumatlar qeyd olunub? Deyir ki, çayın mənbəyində atmosfer təzyiqi 540-dır. Mənsəbi isə dünya okeanı səviyyəsindən 600 metr yüksəklikdədir. Gəlin belə bir şey fikirləşək. Çayın mənbəyi burada A məntəqəsi olsun. A məntəqəsi. Bu çayın mənbəyidir və çay gəlib tökülür bura 600 metr hündürlüyə. Bu isə okeandır, 0 metr okean səviyyəsidir. Və çayın mənbəyində təzyiq nə qədərdir? 540 mm. Biz bilirik ki, 0 metr hündürlükdə təzyiq neçə olur? 760 mm civə sütunu, yəni normal təzyiq. Normal təzyiq. İndi bu çayın mənbəyi okeandan neçə metr yuxarıdadır? Onu tapmaq üçün 760-dan 540 mm civə sütunu təzyiqi çıxırıq. Bu da eləyər neçə? 220 mm civə sütunu. 220 mm civə sütunu. Deməli, çayın mənbəyi okean səviyyəsindən neçə metr hündürlükdə yerləşir? 220 mm ona vuraq, eləsin 2200 metr. Demək, tapdıq ki, çayın mənbəyi okean səviyyəsindən 2200 metr hündürlükdədir. Yəni, bu 2200 metr çayın mənbəyinin hündürlüyüdür. Bizə nə lazım idi? Bizə çayın düşməsini tapmaq lazım idi. Çayın düşməsini tapmaq üçün mənbəyinin hündürlüyündən 2200-dən mənsəbin hündürlüyün, yəni 600-ü çıxmaq lazımdır. Bu da eləyər 1600 metr. 1600. Artıq bizə düsturumuzda lazım olan çayın düşməsi, yəni 1600, eyni zamanda çayın uzunluğu 2000. Bunların hər ikisini tapdıq. 1600-ü 2000-ə böləndə cavab eləyər 0,8 metr bölünmüş kilometr. Orada da cavabımız eləyəcək D variantı. Cavab D variantı olar. Növbəti sualımız 3-cü sualdır. Demək, 3-cü sual çox maraqlı bir sualdır. Sualın şərtinə baxıram. Yerin öz xəyali ox ətrafında fırlanma sürətinin dəyişməsi nəticəsində yer kürəsi iki məntəqə arasındakı 58 dərəcəlik uzunluq fərqini 435 dəqiqəyə dönmüşdür. Hal-hazırki vəziyyətdə bu, yerin öz ox ətrafında deməli, fırlanması 1 saatda 15 dərəcə, 4 dəqiqədə 1 dərəcə olaraq məlumdur bizə. Amma bu sürət dəyişməsi nəticəsindəki ədədlər də təbii ki, dəyişəcək. Əgər 58 dərəcəni 435 dəqiqəyə dönmüşdürsə, 58 dərəcə 435 dəqiqə. 1 dərəcə dönməsi üçün nə qədər vaxt lazımdır? X dəqiqə.
Buradan da x bərabərdir. 435-i 58-ə bölərik. Bu da eləyər 7,5 dərəcə. Deməli, yer kürəsi öz ox ətrafında 1 dərəcə dönməsi üçün 7,5 dəqiqə vaxt sərf edir. Gəlin, yerin öz ox ətrafında 1 saatda fırlandığı dərəcəni hesablayaq. Bunun üçün nə edirik? Yazırıq 1 dərəcəyə 7,5 dəqiqə uyğun gəlirsə, bəs 60 dəqiqəyə, yəni 1 saata neçə dərəcə uyğun gələr? X dərəcə. Buradan x bərabərdir. 60-ı 7,5-ə böləndə 8 eləyər. Yəni 8 dərəcə. Nəticə etibarilə biz nəyi tapmış oluruq? Biz tapmış oluruq ki, yerin öz ox ətrafında 1 saatda fırlanması 8 dərəcəyə uyğun gəlir. İndi sualı davam edək. Sualın şərtində qeyd olunur ki, 11-ci saat qurşağı, bunu nəzərə alaraq 11-ci saat qurşağının orta meridianı ilə 11-ci saat qurşağının orta meridianı tapmaq üçün 11-i neçəyə vurmaq lazımdır? 8-ə vurmaq lazımdır. Bu da eləyər 88 dərəcə şərq uzunluğu. Bunu yadda saxlayaq. Çevrəsinin 1/4 hissəsinin uzunluğu 3438 kilometr olan paralel. Əgər çevrəsinin 1/4 hissəsi 3438 kilometrdirsə, tam hissəsini tapmaq üçün 3438-i nə etmək lazımdır? 4-ə vurmaq lazımdır. Bu da eləyər 13752 kilometr. 13752 kilometr. Bu paralel çevrəsinin ümumi uzunluğu 13752 kilometrə bərabərdir. Bəs o paralel çevrəsi üzərində 1 dərəcəlik qövsün uzunluğu nə qədərdir? 1 dərəcəlik qövsün uzunluğunu tapmaq üçün 13752-ni 360-a bölərik. O da eləyər 38,2 kilometr. 38,2 kilometr. Və deyir ki, bu paralelin kəsişmə nöqtəsindən şərq istiqamətdə 955 kilometr. Deməli, həmin bu paralelin üzərində biz 955 kilometr yol getməliyik. Görək bu 955 kilometr neçə dərəcəyə bərabərdir? 1 dərəcəmiz, həmin paralelin üzərində 1 dərəcəmiz 38,2 kilometrə bərabərdirsə, 955 kilometrin neçə dərəcə olduğunu tapmaq üçün 955-i 38,2-yə bölərik. Bu da eləyər, deməli, 25 dərəcə. 25 dərəcə. Artıq bizə məlumdur. Biz rahat şəkildə işləyə bilərik. Tapdığımız dərəcə bizim neçə idi? 88 dərəcə şərq uzunluğu. Biz 88 dərəcə şərq uzunluğundan nə edəcəyik? 25 dərəcə şərqə doğru gedəcəyik. Gəlib neçəyə çatırıq? 113 dərəcə şərq uzunluğu. Cavab olacaq C variantı. Cavabımız C variantı. Növbəti suala baxaq. 4-cü sual. Sual şərtində qeyd olunur. Şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqəsinə düşmə bucaqları göstərilmişdir. Buna əsasən A məntəqəsinə şaqıda bastırılmış dirəyin kölgəsi günəşin birinci vəziyyətdən ikinci vəziyyətə gəldiyi müddət ərzində necə dəyişər? Gəlin baxaq. Birinci məntəqə günəşin çıxmasına daha yaxın, ikinci məntəqə isə günortaya daha yaxındır. Bircə saniyə. Bura günəşin elə bil ki, günorta vəziyyətinə uyğun gəlir. İkinci məntəqə günortaya daha yaxındır, amma birinci məntəqə isə günəşin çıxma vaxtına daha yaxındır. Və sualın şərti bizdən soruşur ki, günəşin birinci vəziyyətdən ikinci vəziyyətə gəldiyi müddət ərzində kölgənin vəziyyəti necə dəyişir? Təbii ki, günortaya yaxınlaşdığına görə kölgənin də uzunluğu nə edir? Qısalar. Cavab olar B variantı. Kölgə uzunluğu qısalar. Növbəti sualımız 5-ci sualdır. Gəlin sualın şərtinə baxaq. Sualın şərtində deyir ki, düzgün olmayan bəndi seçin. Gəlin baxaq bəndlərə bir-bir. 1. Skandinaviya dağlarının mütləq hündürlüyü Ural dağlarının mütləq hündürlüyündən daha azdır. Skandinaviya dağlarının hündürlüyü Qalxepigen zirvəsini qeyd etməliyik. 2469 metr, amma Ural dağlarında isə Narodnaya zirvəsi 1895 metr. Həqiqətdə Skandinaviya dağları daha hündürdür, amma birinci şərtdə deyir ki, Skandinaviya hündürlüyü Ural dağlarından azdır. Demək, bir səhvdir. Bizdən də düzgün olmayanlar soruşur. Cavab da 1 olacaq. 2. Böyük su ayırıcı dağlarının ən hündür zirvəsinin mütləq hündürlüyü 2820 metrə bərabərdir. Böyük su ayırıcı dağların ən hündür zirvəsi Kostuşko zirvəsidir. Hündürlüyü 2228 metrdir. Deməli, bu fikirdə yanlış fikirdir və sualımızın cavabında 2 də var.
Demək olar ki, cavab məlumdur. 4-də qeyd olunur, Maqdonel dağları litosfer havalarının divergent sərhədində yerləşir. Maqdonel dağları ümumiyyətlə Avstraliya materikinin daxilinə uyğun gəlir, yəni mərkəz hissəsində yerləşir. Bu fikir də yanlış fikir olduğuna görə sualımızın cavabına götürəcəyik. Maqdonal və Hammersli dağları var. Həmin iki dağların ikisi də Avstraliya materikinin daxilində yerləşir. Digər variantlarda isə 3-cü, 5-ci və 6-cı fikirlər isə doğru fikirlər kimi götürüləcək. Keçək 6-cı suala. Davam edək 6-cı sualla. 6-cı sualda qeyd olunur ki, cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. 1. Altay maksimum hündürlüyü 4506 metr, yarandığı qırışıqlıq Hertzin, yerləşdiyi yarımkürə şimal və şərq. Ən hündür zirvəsinin adı Beluxaydır. Bəli, burada problem yoxdur. 1 doğrudur. 2. Karpat dağları 2655 metr, Alp dağa əmələ gəlməsi və şimal və şərq yarımkürəsi. 2-də də elə bir problem yoxdur. 2 də sualımızın cavabında olmayacaq. 3. Alp dağları maksimal hündürlük 4807 metr, yarandığı qırışıqlıq Alp qırışıqlığı, şimal, şərq və qərb yarımkürəsi. Burada qərb yarımkürəsi olmalı deyil. Şimal və şərq olmalıdır. Deməli 3-də səhvlik var. Doğru olmayan variant kimi götürə bilərik. 4. Kordilyer dağları 6194 metr, McKinley və yaxud Denali. Yarandığı qırışıqlıq Mezozoy, amma yerləşdiyi yarımkürəyə baxaq, şimal, şərq və qərb yarımkürəsi. Burada olmalıdır əslində şimal və qərb yarımkürəsi şərq yarımkürəsində yerləşmir. Cavabda 4 də var. 5. Skandinaviya 2469 metr, Kaledon, şimal və şərq yarımkürəsi. Burada bir problem yoxdur. 5 cavabda olmaz. 6-da Qafqaz dağları 5033 metr, 5033 yox, 5642 metr qeyd olunmalıdır. Alp, şimal və şərq yarımkürəsi. Burada səhvlik var. Cavab olar 3, 4, 6 D variantı. Növbəti sualımız olacaq 7-ci sual. 7-ci sualda qeyd olunur ki, coğrafi obyektlərin qərbdən şərqə doğru düzgün ardıcıllığını müəyyən edək. A variantı Florida yarımadası, Azor adaları, Novosibir adaları, Malakka yarımadası və Sulawesi adası. Bunu biz xəritə üzərindən baxaq. Demək, Florida yarımadası burada olacaq. Bir də saniyə. Florida yarımadası, sonra Azor adaları, bizdən qərbdən şərqə doğru düzməyi tələb olunur. Novosibir adaları, daha sonra Malakka yarımadası və Sulawesi adaları. Burada ardıcıllıq pozulur. Çünki Novosibir adalarından qərbə doğru yox, şərqə doğru yox, qərbə doğru gedəndə Malakka yarımadasına rast gəlir. Yəni Malakka yarımadası Novosibir adalarından qərbdədir. Bu cavab uyğun gəlmir. B variantında Sakhalin adası, Sumatra adası, Şri Lanka adası, Jutlandiya yarımadası, Pod çayı. Gəlin baxaq. Sakhalin adası xəritə üzərində burada, Sumatra adası isə buradadır. Amma biz məntəqələri qərbdən şərqə doğru düzməliydik. Burada isə şərqdən qərbə doğru bir düzülüş var. Demək ki, B variantı da düzgün variant deyil. C variantında qeyd olunur ki, Böyük Britaniya adası, İslandiya adası, Balkan yarımadası, Sayma gölü, Krım yarımadası. Gəlin xəritəyə baxaq. Demək, Böyük Britaniya adası burada, İslandiya adası isə burada. Biz qərbdən şərqə doğru düzməlidik. Burada da şərqdən qərbə doğru bir düzülüş var. Deməli, bu variant da sualımızın cavabında olmayacaq. D variantında Odlu Torpaq adası, İrlandiya adası, Skandinaviya yarımadası, Kalimantan adası, Sumatra adası göstərilmişdir. Gəlin bunları da xəritə üzərində baxaq. Deməli, Odlu Torpaq adası burada. Daha sonra İrlandiya adası burada. Skandinaviya yarımadası burada. Hələ ki, qərbdən şərqə doğru düzülüş gedir. Daha sonra bizə verilmişdi Kalimantan adası və ən sonda Sumatra adası. Amma burada
uyğunluq pozuldu. Çünki qərbdən şərqə doğru yox, artıq şərqdən qərbə doğru düzülüş oldu. Bu variant da səhv variantdır. Y variantında qeyd olunur ki, Kanar adaları, Bretan yarımadası, Krit adası, Süveyş kanalı və Novaya Zemlya adası. Gəlin xəritə üzərində baxaq. Demək, Kanar adası burada. Kanar adasından sonra Bretan yarımadası burada. Bretan yarımadasından sonra gəlir Krit adası burada, Süveyş kanalı burada və Novaya Zemlya adası da burada. Burada həqiqətən də qərbdən şərqə doğru bir ardıcıllıq var. Cavabımız olar Y variantı. Demək, cavab oldu Y variantı. Növbəti sualımız 8-ci sualdır. Gəlin 8-ci suala baxaq. 8-də qeyd olunur ki, doğru olan ifadəni müəyyən edin. Geosinklinal ərazilərdə geotermik pillə daha kiçikdir. Bəli, bu həqiqətən də belədir. Doğru ifadədir. Demək, 1, 3, 5, 1, 4, 6. 2-də qeyd olunur ki, bütün litosfer tavalarının konvergent sərhədində bütün litosfer tavalarının konvergent sərhədlərində subduksiya prosesi baş verir. Xeyr, bu düzgün bir məlumat deyil. Tutaq ki, Ərəbistan tavası ilə Avrasiya tavasının toqquşduğu ərazilər konvergent sərhədlər hesab olunur, amma orada subduksiya prosesi baş vermir. Subduksiya prosesi okean litosfer tavasının materik tavasının toqquşma zonasında baş verir. Deməli, 2 səhvdir. Demək, 3-ə baxaq. 3-də qeyd olunur ki, Pasxa, Müqəddəs Yelena, İslandiya və Alyot adaları litosfer tavalarının divergent sərhədlərinə uyğun gəlir. Burada Alyot adasını biz divergent sərhəddə götürə bilmərik. 3 səhvdir. 4. Dəclə və Fərat çaylarının başlanğıc götürdüyü ərazilər seysmik cəhətdən fəaldır. Bəli, həqiqətən də həmin ərazilər seysmik cəhətdən fəal ərazilər hesab olunur. Həmin ərazilərdən Alp-Himalay seysmik qurşağı keçir. 4 doğrudur. 6-da bir də burada cavabımız da 6-da olacaq. Ruis, Bardarbunga və Pinatubo vulkanları şimal yarımkürəsində yerləşir. Ruis vulkanı həqiqətən də Cənubi Amerikanın şimalında, Bardarbunga İslandiya adasında, Pinatubo vulkanı isə yerləşir Filippində. Hər üçü də şimal yarımkürəsinə düşür. Cavab olar 1, 4, 6, Y variantı.